Hər vaxtınız xeyir olsun dostlar. Mən sizin informatika müəlliminiz Tayrova Nihal. Bu gün sizlərlə 15 fevral 2026-cı il tarixində magistratura üzrə qəbul imtahanı keçirilmiş olan magistratura üzrə qəbul imtahanının informatika suallarının izahlarına baxacağıq. Suallar çox asan şəkildə düşmüşdü. Çox dəhşət dərinlikdən suallar yox idi. Ümidvaram ki, hər biriniz yaxşı yazmısınız və mən buna əminəm. Ancaq əgər hansınızsa nəticənizdən məmnun deyilsinizsə, onu qeyd eləyim ki, bütün informatika sualları bizim dərsdə bəhs etdiyimiz, dayanmadan üstündə durduğumuz, dəfələrlə qeyd etdiyimiz suallar olublar. Hər biri dəfələrlə sinifdə işlədiyimiz suallardandır və ya ən azından onun tipindədir. Yeni tipdə, sinifdə görmədiyimiz, mənim tələbələrə demədiyim tək bir sual tipi belə yoxdur. Beləliklə, könül rahatlığı ilə ikinci şans imtahanı üçün informatikadan mənimlə hazırlaşa bilərsiniz. Bu videodan görüb gələn hər bir kəs üçün aylıq ödəniş sadəcə və sadəcə 25 AZN təşkil edəcək. Elə isə keçək sualların izahlarına. Bu arada dərslər həm ənənəvi, həm də onlayn şəkildə keçiriləcəkdir. Əlaqə nömrəsini isə aşağıda qeyd edəcəm. 21-ci sualda elektron cədvəl fraqmenti verilmişdir. Bu diaqram elektron cədvəl fraqmentinin hansı xanlar diapazonu əsasında qurulmuşdur? Əvvəlcə qeyd edeyim ki, diaqramda verilənlər saat əqrəbi istiqamətində yazılırlar. Həmişə diaqramda yuxarıdan bir dənə özünüz üçün ox qoyursunuz və saat əqrəbi istiqamətindəki ilk hissə diaqramdan sizə verilən diapazonun ilk rəqəmi əsasında formalaşmış faiz olur. İkinci hissə sizə verilmiş diapazonun ikinci rəqəmi əsasında formalaşır. Üçüncü hissə isə verilmiş diapazonun üçüncü rəqəmi əsasında formalaşır. Beləliklə, biz elə bir diapazon seçməliyik ki, bu diapazonun ilk qiyməti, və görürsünüz, ilk qiymət 36%, ikinci qiymət 40%, üçüncü qiymət isə 24%-dir. Yəni, bizə elə bir diapazon lazımdır ki, ilk qiymət orta böyüklükdə, ikinci qiymət ən böyük, görürsünüz, ən böyük faiz ikinciyə düşüb çünki. Üçüncü qiymət isə ən kiçik olsun. Başqa bir hiylə də öyrədim. Əgər belə həll etməli bir şey veriblərsə, böyük ehtimal ki, sualın düzgün cavabının tərkibində həmən diapazona, yəni sizə həll etmək öyrətməyə çalışırdım, belə deyək ki. Yəni, böyük ehtimal ki, sualın doğru cavabı zaten bunlardan biri də ora daxil olacaq ki, görək siz misal əldə edə bilirsinizmi ümumiyyətlə. Ona görə, prosto indi biz bunu öyrəndik ki, tutalım ki, variant atmaq istəyirsən, heç olmasa ikisi aradan çıxsın variantların, B və Y variantı, sən A, C, D arasında qərar ver məsəl üçün. İndi gəl baxaq. Bunları işləməliyəm. Deyir ki, AA8-in üstünə AA9 gəl. AA8 nədir? 18. AA9 nədir? 12. Topladım, bunun elədi 30. Deyir, böl 3-ə. Böldüm 3 elədi 10. Gəldim bura, if. If bilirsiniz ki, məntiqi funksiyadır və if-ə görə həmişə birinci tərəf şərt olur. Yəni, ilk nöqtə vergülə qədər olan hissə şərt olan şeydir. Bu şərti yoxlayırsan. Əgər verilən şərt doğrudursa, şərtdən dərhal sonra gələn ilk qiymət və ya ilk hesablamanın cavabı sualın doğru cavabı olur. Ya da şərt yalandırsa əgər, şərtdən sonra gələn ikinci qiymət hesablamanın doğru cavabı olur. İndi gəl şərti yoxlayaq. Deyir AA8, yəni 18, AC7-dən, yəni AC7 nə aldıq biz? 10 aldıq. 18 ondan böyükdür. Böyükdürmü? Bəli. Deməli, bu şərt doğrudur. Şərt doğrudursa, elə 12 bizim sualımızın doğru cavabıdır. Daha ona baxmağınıza ehtiyac yoxdur. Həqiqətən də 12-ni də götürüb tələbim. Sonra power, yəni qüvvətə yüksəltmə funksiyasına gəldik. Qüvvətə yüksəltmə funksiyasında həmişə verilən birinci tərəf əsas, ikinci tərəf onun qüvvəti olur. Bizdə birinci tərəf hesablama kimi verilib. AB8-dən AA8-i çıx deyir. AB8 nədir? 20. AA8 nədir? 18. 18-dən 20-dən 18 çıxdım elədi 2, 2-nin qüvvətində 3, cavab elədi 8. İndi gəl baxaq. Tələbə götürüb belə C variantını, birbaşa yoxlayaq C variantını. Deyir AA8, qoşa nöqtə AC8 diapazonu. AA8-dən AC8-ə qədər olan diapazon ilk baxışdan düz gəlirmi? Birinci qiymət 18, uyğun gəlsin 36%, ikinci qiymət 20, uyğun gəlsin 40%, üçüncü qiymət 12, uyğun gəlsin 24%. Faiz ilə rəqəmlərin uyuşmasında, yəni böyüklük, kiçiklik cəhətdən uyuşmasında bir problem görünmür.
Amma təbii ki, dəqiqləşdirmək lazımdır. Çünki faizlər elə faizdir ki, məsələn 50%, 25% olsa baxan kimi bilinir. Burada biraz işləmək lazımdır, dəqiqləşdirmək lazımdır. Necə eləyə bilərik? Məsəl üçün belə eləyə bilərsən. 18 üstəgəl 20 üstəgəl 12. Hamısını toplasan eləyəcək 50, düzdürmü? 50% uyğun gəlsin. Hamısı 50 bütövdür axı. Bütöv olduğu üçün 100-ə uyğun gəlsin. Bir də buradan 36%-i götürək. 36%-ini də x götürək. İndi 36% bizim ilk faizimizdir, düzdürmü? Bəs diapazonumuzun ilk qiyməti nədir? 18. Görək burada x-in qiyməti 18 verəcək bizə. Versə deməli düzdür. Vəssalam. X də bərabərdir. X-in çarpazındakı düşür məxrəcə, yəni 100 düşür məxrəcə. 50 vurulsun 36 qalır qüvvətdə. 50 vur 36. İndi 100 ilə 50 ixtisar getsə burada qalar 2. 36-nı da 2-yə bölsən eləyəcək 18. Yəni həqiqətən də C variantı sualın doğru cavab variantı olacaq. Keçdik növbəti suala. Dəfələrlə sinifdə vurğuladığımız növbəti sual. Uyğunu müəyyən edin. İyerarxik menyu sistemi vasitəsilə mətn fayllarının axtarışını təmin edən xidmət. Bu biz demişdik ki, Gopher xidmətidir. 1-ə uyğun gəlir C variantı. 2-də telekonferans və xəbər. Telekonferans sözünü görəndə tələbələr telnetə dərhal qaçırlar, adı uyğun gəldiyi üçün. Amma demişdik ki, telekonferans Usenet xidmətinin işidir. Yəni 2 uyğun gələcək A variantı. 3-də uzaq məsafədə yerləşən terminalların emulyasiyası. Yəni uzaq məsafədə yerləşən kompüterə onun yanına getmədən qoşula bilib idarə edə bilmə xidməti. Burada uyğun gəlir telnet. 3-ə də uyğun gələcək D variantı. Yəni burada sualımızın doğru cavabı olacaq C. Keçdik digər suala. Verilənlərin tipinə aid deyil. Verilənlərin tipində Access-də accounting tipi yoxdur. Accounting, yəni mühasibatlıq, maliyyə tipi Excel-də var. Access-də yoxdur. Yəni burada sualın doğru cavab variantı olacaq D variantı. Calculated Wizard isə mövcuddur. Calculated Wizard var. Digərləri də var. Short text, number, currency, yəni maliyyə var. Doğru mülasirələri gəlin seçək. XMOS, RAM, cache yaddaş və video yaddaş daxili yaddaşın növlərinə aiddir. Bəli. 2. Əməli yaddaş aktiv proqram və verilənləri müvəqqəti saxlamaq üçün nəzərdə tutulubdur. Əməli yaddaşın bir digər adı zaten müvəqqəti yaddaşdır. Bir digər adı da RAM-dır və biz bilirik ki, RAM verilənləri aktiv cari anda işləyən proqramları yadında saxlayır. Yəni məsəl üçün bunları yadında saxlayır hal-hazırda RAM. 2 düzdür. Səs kartı informasiya daşıyıcısıdır. Xeyr, səs kartı səsin elektrik siqnallarına çevrilərək, üzr istəyirəm, səsin kodlaşdırılması üçün, yəni kompüterin başa düşəcəyi dilə çevrilməsi üçün, həmçinin də qarşı tərəfə çatanda insanın başa düşəcəyi dilə çevrilməsi üçün istifadə olunan bir dekodlaşdırıcı, kodlaşdırıcı qurğudur. Həm giriş, həm çıxış qurğusudur. Yəni 3 ola bilməz. Daha sonra streamer, bilirik ki, toy kasetidir bu. Biz həmişə toy kaseti olaraq öyrənirik bunu. Streamer, toy kaseti maqnit lent üzərində. Siz bilirsiniz ki, keçmişdə toy kaseti lentli olurdu da, belə lenti hətta belə söküb yığırdıq ruçka ilə. Yəqin bir çoxunuz xatırlayırsınız. Streamer məlumatı maqnit lent üzərində saxlayan xarici yaddaş qurğusudur, doğrudur. 1 düzdür, 4 düzdür, 2 düzdür. Beləliklə 1, 2, 4 sualın doğru cavab variantı alınır. Burada nə səhvdir? Matrixli printer informasiyanı istilik ilə kağıza çap edir. İstilik ilə kağıza çap edənə biz termiki printer deyirdik, adı üstündə istilik termiki. Matrisi isə iynə sözünə yadımızda saxlayırdıq. 6-da skanerin seyrəklik qabiliyyəti bir düymə düşən xətt, yəni line per inch LPI ilə ölçülür, amma səhvdir. Bunun düzgün versiyası LPI digitizerin seyrəklik qabiliyyətini ölçür. Skanerin seyrəklik qabiliyyəti DPI, yəni bir düymə düşən nöqtə sayına görə dots per inch ilə ölçülür. Mətn prosesorunda sənədə yerləşdirilən sərlövhənin səhifədəki mövqeyini hansı lent tabı vasitəsilə və hansı lent qrupu vasitəsilə eləyə bilərik? Baxın, yadınızda saxlayın ki, insert lent tabından header footer'ı sadəcə əlavə eləyə bilərsən.
Kalantiyə toolu sadəcə əlavə edə bilərsən. Kalantiyə toolun özəlliklərindən istifadə etmək istəyirsən. Məsəl üçün, burada olmasın, başqa yerdə olsun. Biraz sağa sürüşsün, 2 sm aşağıda olsun. Kalantiyə tool bölməsinə müəllifin adını da əlavə eləyim. Tək səhifədə başqa kalantiyə tool olsun, cüt səhifədə başqa kalantiyə tool olsun kimi özəlliklərdən istifadə etmək istəyirsənsə, ya header, footer, kontekstual lent tabından istifadə etməlisən, ya da layout lent tabının page setup lent qrupunu istifadə etməlisən. Görürsüz, kənarlardan nə qədər məsafə qalsın. O da mövqeyini seçməyə, yəni 2 sm aşağı, 3 sm yuxarı mövqeyi seçməyə deyir axı. Beləliklə sualın doğru cavabı olacaq layout lent tabının page setup lent qrupu. Bunu hər dəfə təkrar etməyimizə baxmayaraq yenə də tələbə təbii ki, normaldır. WordPress çətin yadda qalır. 26. Hansı əməliyyatların köməyi ilə bütün sənədi seçmək olar? Bu da sinifdə çox tez-tez təkrar etdiyimiz mövzulardan olub. Demək, sənədin sol kənar boşluq sahəsinə mousun sol düyməsini 3 qat klikləməklə, bəli, sol boşluq sahədə 3 qat klikləyərək biz bütün sənədi seçə bilərik. Klaviaturadan Ctrl-A klikləməklə, bu zaten ən məşhur kombinasiyadır, 1 və 2 düzdür. Sənəd daxilində ixtiyari yerdə mousun sol düyməsini 4 dəfə klikləməklə, sənədin daxilində maksimum 3 dəfə klikləyəndə bir şey baş verir, o da abzas seçilir. 3 dəfədən sonra istəyirsən 40 dəfə kliklə sənədin daxilində heç bir şey baş vermir. Beləliklə 3 səhvdir. Klaviaturadan F8 düyməsini cəmi 2 dəfə klikləməklə, cəmi 2 dəfə klikləsəniz F8-i sadəcə cari sözü seçmiş olursunuz. Kursoru sənədin sonunda yerləşdirərək, klaviaturadan Shift, Ctrl və Home. Kursor sənədin sonundadırsa, Ctrl və Home-u basanda kursor sənədin əvvəlinə qayıdır. İşin içərisinə Shift də qarışanda demişdik ki, baş hərfi S-dir, seçmək. İşin içərisinə Shift qarışanda seçim də əlavə olunur. Ona görə də həqiqətən Shift, Ctrl və Home-u sənədin sonundan düz sənədin əvvəlinə qədər beləliklə hamısını seçmək üçün istifadə edə bilərsiniz. Tək başına Ctrl Home sənədin kursoru keçirdir sadəcə. Kursoru sənədin əvvəlinə keçirdir. Tək başına Home kursoru sənədin sətrin əvvəlinə keçirdir. Shift Ctrl Home sənədin əvvəlindən düz axırından düz əvvəlinə qədər seçir. Klaviaturadan Ctrl düyməsini basılı saxlamaqla sənəd daxilində ixtiyari yerdə mousun sol düyməsini klikləmək. Bunun deməli, gördüyü iş cari cümləni seçməkdir. Ctrl-la bir yerdə mousun sol düyməsini klikləmək cari cümləni seçəcək sənəd daxilində. Amma sənədin kənarında desəydi, bütün sənədi seçə bilərdi onda. Klaviaturadan F8 düyməsini 5 dəfə sıxmaq, bəli. F8-i 2 dəfə sıxırsan söz, 3 dəfə sıxdın. Abzas, cümlə 4 dəfə sıxdın. Abzas 5 dəfə sıxdın, bütün sənədi seçmiş olursan. Beləliklə 1, 2, 5, 7. 1, 2, 5, 7. Yəni A variantı sualın doğru cavab variantı olacaq. Daha sonra keçdik. File Explorer proqram pəncərəsinin sağ sahəsində obyektləri süzgəcləmə tətbiq etmək üçün hansı görünüş rejimindən istifadə olunur? Obyektdə süzgəc sadəcə detal rejimində tətbiq oluna bilər. Beləliklə A variantı doğrudur. Süzgəcləmə sadəcə detallar rejimində mümkündür. Təhlükəsizlik divarı firewall-un əsas funksiyası nədir? Firewall kompüterinizi şəbəkədən gələn təhlükələrə qarşı qorumaq üçün istifadə olunan bir utilitdir. Şəbəkəni potensial təhdidlərdən qoruyur. Yəni A variantı doğrudur. Uyğunluğu müəyyən edək. Excel-də ən sonuncu dərs təkrarladığımız mövzudur. Text lent qrupundan, text tipli funksiyalar hansılardır? Text tipli funksiyalar right, left və length funksiyasıdır. Yəni 3 dənə funksiya öyrənirik biz. Biri uyğun gəlir C variantı. 2 logical, məntiqi funksiyalar count, true, false, if, not. Bunlar bizdə məntiqi funksiyalar idilər. 2 uyğun gələcək burada Y variantı, başqa yoxdur. Statistik funksiyaları isə count, countif, average, maksimum, minimum, bir şeyin statistikası, yəni ən böyüyü, ən kiçiyi, sayı, ortalaması bu statistikada baxanda bilinir. Burada uyğun gəlir A variantı. Beləliklə 1C, 2Y, 3-ə A variantı. Başqa varmı?
1Y, 1C, 2Y, 3A. Ümidvaram ki, tələbəm burada bunu düz yazıb. O birini yox. Keçdik digər suala. Deməli, kitabın elektron versiyası 192 səhifədən ibarətdir. Bu kitabın hər 3 səhifəsindən birində yalnız 512-nin 256-ya piksel ölçülü, rəng dərinliyi 16 bit olan şəkil yerləşir. Deməli, hər 3 səhifəsindən birində demək, ümumi 64 səhifəsində deməkdir. Yəni 192-ni 3-ə bölürəm, görüm nə deməkdir bu hər 3 səhifəsindən birində. 192-ni 3-ə böləndə 64 dənə səhifə düşür. Belə çıxır ki, 64 səhifədə şəkil var, yerdə qalanlarda da mətn var. 192-dən 64 çıxsam 128 qalacaq. Yəni hər 64 ümumi 64 səhifədə şəkil, ümumi 128 səhifədə də mətn var. Beləliklə biz bunu ayrı-ayrılıqda tapmalıyıq. Necə tapırıq? Şəklin həcmini tapmaq üçün belə bir düsturumuz var. Şəklin enindəki piksellər vurulsun şəklin uzunluğundakı piksellər vurulsun bir pikselin yaddaşda tutduğu yer, yəni n bit. İndi şəklin dedik ki, ümumi 64 səhifədə, düzdürmü? 64 2 üstə 6 eləyir. 2 üstə 6 dənə səhifədə şəkil var. Bəs şəklin enində uzunluğuna nə qədər piksel var? Görürsüz, verib bizə 512-nin 256-ya. Yəni 2 üstü 9-un 2 üstü 8-ə. Vurulsun 2 üstü 4. 2 üstü 4 hardan gəlib burada? Rəng dərinliyindən. Rəng dərinliyi 16 bitdirsə, yəni bir piksel düşən yer 16 bitdi mənasına gəlir. Əgər hansınızsa götürüb 4 bit kimi vurmusunuzsa, o səhvdir. Əgər sizə desəydi ki, palitrada 16 dənə rəng var, onda siz deyərdiniz bir rəngə 4 bit düşür. Amma rəng dərinliyi 16-dır demək, elə bir rəngə 16 bit düşür demək mənasındadır. Ona görə vurdunuz bunu 2 üstü 4-ə. Cavabı bizdən megabaytla istəyir deyə bitdən megabayta keçirsiniz. Bit ilə megabaytın arasında 2 üstü 23 qədər məsafə var. 2 üstü 23-ə böləcəksiniz. Çünki bit kiçik, megabayt böyükdür. KBB kiçikdən böyüyə keçəndə böl. İndi bunların hamısını bir-birinə vurdunuz, elədi. Yuxarıda 2 üstü 27, aşağıda 2 üstü 23 alındı. Yəni ümumilikdə 2 üstündə 4. 27 23-ə böləcək 2 üstü 4, yəni 16 megabayt alındı. İndi bu oldu sizdə şəklin həcmi. Qaldı bizdə mətnin həcmi. Mətnin həcmi ümumi 128 səhifədə mətn yerləşir. Yəni 2 üstü 7 vurulsun. Ümumi 4096 dənə simvol var bu mətndə. Mətnin həcmini tapmaq üçün simvol sayını bir simvolun tutduğu yerə vurursunuz. Simvol sayı 4096, yəni 2 üstü 12-dir. Unicode deyəndə 16 bit və ya 2 bayt başa düşülür. Bir simvola düşən yer 16 bitdir. Tələbə ona görə yazıb 2 üstü 4 bit. Cavab megabaytla istədiyinə görə bitdən megabayta keçid eləyib. Yəni bunlar yuxarı eləyir 2 üstü 23. Bitdən megabayta keçəndə yenə bölürsən 2 üstü 23-ə. 2 üstü 23 ilə 2 üstü 23 ixtisar gedir, qalır 1. 16 megabayt üstə gəl 1 megabayt alınacaq. Burada sualın doğru cavabı 17 megabayt. Keçdik növbəti suala. A1Y8 və F2H9 diapazonunda birlikdə neçə xana vardır? Bunları diapazondakı xananı tapa bilmək üçün biz sətir sayını sütun sayına vururuq. İlk öncə sütunlar hərflərlə, sətirlər rəqəmlərlə göstərilir. Əvvəlcə A-dan Y-yə qədər A, B, C, D, Y ümumi 5 dənə sütun var. 1-dən 8-ə qədər ümumiyyətlə 8 dənə sətir var. Yəni 5 vur 8, burada eləyəcək cavabımız 40. 40 dənə burada var. Keçdik bura. F, C, H. Ümumi 3 dənə sütun. 2-dən 9-a qədər sətir sayı 9 çıx 2 üstə gəl 1 şəklində hesablana bilər. O da eləyəcək 7 üstə gəl 1, o da eləyəcək 8. Yəni 24. İstəmirsiniz belə 2, 3, 4, 5, 6, 7, 8, 9 kimi də hesablaya bilərsiniz. Yenə də sizə 8 verəcək. Burada da 24. İkisindən biri də toplayanda 64 dənə sütun verir bizə, xana verir. Üçölçülü qrafik proqram vasitələrinə aid deyil. Əvvəlcə onu qeyd eləyək ki, çox vaxt 6 dənə variant verilib, sonradan 3 dənəsi düz çıxır. İndi gəl baxaq. Demişdik ki, tərkibində foto sözü olan hər bir şey aiddir raster qrafikasına. Foto, picture, pixel sözləri varsa bu raster qrafikasına aiddir. Yəni Adobe Photoshop aid deyil. ZBrush
məşhur üç ölçülü proqramlaşdırmaya aiddir. Getdi. Maya ən məşhur üç ölçülü proqramlaşdırmaya aiddir. Soft Image XSI bu da üç ölçülü proqramlaşdırmaya aiddir. Adobe Illustrator tərkibində illüstrasiya, illüstrativ sözü olanlar vektor qrafikasına aiddir. 1.5 Corel Draw vektor qrafikasının ən məşhur nümunəsidir və 6. 1.5, 6 üç ölçülüyə aid deyillər. Raster və vektora aiddirlər. Setup əməliyyatları müəyyən edin. Setup slideshow-un tərkibindən nələr etmək olar? Slaydların gizlədilməsini etmək mümkün deyil. Slaydların gizlədilməsi setup lent qrupundan edilir, amma sırf setup slideshow-un tərkibindən edilmir. Ona görə bunu atdıq. Birinci getdi. Slaydlar arası keçid vaxtının təyin edilməsi. Slaydlar arası keçid vaxtını təyin etmək üçün transition lent tabını istifadə edirsiniz. Buradan. Daha sonra bir slayddan digərinə avtomatik keçmək üçün daxil edilmiş vaxt qrafikindən istifadə. Siz bir slayddan digər slayda məni gözləmədən 3 saniyədən sonra keç deyə bir vaxt təyin edə bilərsiniz. Bax buradan after bölməsindən. Amma sonradan onu müvəqqəti ləğv etmək də istəyə bilərsiniz. Bunu setup slideshow vasitəsilə edə bilərsiniz. Bu görürsən, use timings. Mənim verdiyim vaxtları, timingləri istifadə et. İstəmirsənsə manuala keçirdə bilərsən, yəni istifadə etmə deyə bilərsən. Bu ikini ataq. Təqdimatın nümayiş tipinin seçilməsi, necə nümayiş etdirilsin? Full screen mi nümayiş etdirilsin? Yarım çıxma olsun. Bax burada görürsüz, show type, nümayiş tipini seçmək mümkündür. Daha sonra slaydların nitq müşayiəti ilə nümayiş etdirmək üçün səs yazısı, səsin yazılması. Səsi yazmırsınız. Əgər siz öncədən səs yazmısınızsa, görürsüz narration. Onu istifadə et ya da istifadə etmə deyə bilərsiniz. Amma da gəlib səsi buradan yaza bilmirsiniz. Yəni varsa istifadə etmə deyə bilərsiniz. Nümayiş olunacaq slaydların intervalının göstərilməsi. Yəni məsələn 30 dənə slaydım var, amma mən cəmi 15-dən 20-yə qədər aralığı nümayiş edilməsini istəyirəm. Bəli, buradan seçə bilərəm. From 15 to 20 məsəl üçün belə seçim edə bilərəm. Yəni burada doğru cavab olacaq 3, 4, 6. 45-ci sualda uyğunluğu müəyyən edin deyir. Insert lent tabında nələr var? Insert lent tabına 1-ə uyğun gəlir həm C variantı, həm də Y variantı. 2 uyğun gəlir review. Review'da read aloud. Read aloud. Review-ya uyğun gəlir. Bu arada insertdə medianı çünki baxın media buradadır. Digəri nə idi yadımdan çıxdı? Nəyi orada seçdik biz? Deyəsən bunu mu seçdik? Link. 2-yə uyğun gəldi. Deməli, read aloud D variantı. 3-ə isə view-da isə uyğun gələcək B variantı və A variantı. Onu da göstərim sizə. Immersive Reader və Page Movement. Bunlar uyğun gələcək. İndi burada növbəti hissəyə keçək. İnternetdə host kompüterinin domen adı verilənlər bazasının hansı modelinə uyğun gələ bilər? Domen adında bir dənə birinci başlayır protokolla. Protokol. Məsələn, HTTP protokolu səhv yazdım amma. Sonra protokoldan sonra gəlir server və domen. Bundan sonra ən axırda gəlir fayl. Yəni, hamısı bir-birinin içində yerləşirlər də, bir növ iyerarxiklər. Zaten fayllar da, fayl sistemi də iyerarxik yerləşir. Məsələn, C qovluğunda var, məsələn, C diskində yerləşir magistr qovluğu, magistr qovluğun içində yerləşir informatika, informatikanın içində yerləşir, məsələn, məntiq deyək ki. Bunun da strukturu iyerarxik uyğun gəlir. Həmçinin internetdəki host kompüterinin domen adı da uyğun gələcək iyerarxikə.
Sonra gəlir TCP protokolu. TCP Transmission Control Protocol deməkdir. Vəzifəsi informasiya axınını paketlərə bölmək və son məntəqədə düzgün çatdırılıb çatdırılmadığına nəzarət etmək və səpələnmişləri yığıb istifadəçiyə bütöv təhvil verməkdir. Yəni informasiya axınının paketlərə bölünməsi, son məntəqədə də onların düzgün yığılmasıdır. C variantı. Digərində sistem proqram təminatına aid olanları müəyyən edin. Verilənlər bazasını idarə etmə sistemləri bu təbii ki də tətbiqi proqramlara aid. Ümumiyyətlə sistem proqram təminatı deyəndə kompüterin işinə yarayan proqram başa düşülür. Verilənlər bazasının idarə etmə sistemləri sadəcə istifadəçi üçün maraqlı olan bir şeydir. Məsələn, marketdəki məhsulların bazasını yaratmaq. Bu kompüter üçün maraqlı deyil, insan üçün maraqlıdır. İnsan üçün maraqlıdırsa, deməli tətbiqi proqramda getdi. Tərkibində əməliyyat sözü olanlar sistem proqram təminatının bazasına aid olurlar. Beləliklə 2-ni götürəcəm əməliyyat örtüyü. Kompüterin iş qabiliyyətini görürsüz, kompüterin iş qabiliyyətini, yəni kompüterlə əlaqəli bir şeydir. Deməli sistem proqram təminatı olmalıdır. 2 3 və təbii ki də 2 3 beləliklə sualın doğru cavabı olacaq 2 3 6 arxivləşdirmə proqramları həmçinin D variantı. Avtomatlaşdırılmış layihələndirmə sistemləri, biz bunlara kadlar deyirik. Kadlar tətbiqi proqramlara aiddir. Binanın layihəsini yaratmaq, nə bilim mebelin layihəsini yaratmaq və s. Ekspert sistemlər hər hansısa bir sahədəki həkim, məsələn, həkim olsun, mühəndis olsun, əvəz etmək üçün qurulan sistemlərdir. Bilirdik ki, bu tipdə bir sual düşəcək. Ona görə də Dimin kitabından bu sualları işləmişdik biz. Gəldik. Enin deyir ki, 8 qiyməti çap olunarsa, ilkin qiyməti nə olub? Baxın. Enin 8 qiyməti harda çap olunur? Bax burada. Çap olunur və alqoritm bitir. Bəs alqoritmdə enin 8 qiymətinin çap olunub bitə bilməsi üçün nə baş verməlidir? Alqoritm yox istiqamətinə gəlməlidir. Yox istiqamətinə gəlmək üçün nə olmalıdır? Alqoritmdə A-nın qiyməti 45-dən ya böyük olmalıdır, ya da bərabər olmalıdır ki, mən deyəm yox, keçən bu birisi tərəfə, yox tərəfə, düzdürmü? A-nın qiymətinin 45-ə bərabər ola bilməsi üçün A-nın başlanğıc qiyməti bizə nə verilib? 2. Üstünə 43 gəlməliyəm. 2-nin üstünə 43 gəlməliyəm ki, bu 45-ə bərabər olsun, düzdürmü? Bəs mümkündürmü? Gəl baxaq. A-nın qiyməti hər dəfə necə artır? Üstünə 3 gələ-gələ. İndi mən A-nın üstünə hər dəfə 3 gələ-gələ, yəni 43 gəlib 45-ə bərabər ala bilirəm. Bunu yoxlamaq üçün nə edərəm? 43-ə bölürəm. Görürəm ki, kəsirli qiymət alınır. Yəni A-nın üstünə 2-nin üstünə 3 gələ-gələ gedib mən 45-ə çıxa bilmirəm. O zaman görək bəs 46-ya çıxa bilirəmmi? Çünki mənə elə ilk qiymət bəsdir. Yəni mən təbii ki A-nın qiyməti 100 olsa yenə yoxa gedər, 200 olsa yenə yoxa gedər. Mən lazımdır ki, ən birinci qiymət hansıdır? Ona görə 45-dən başlayıram, bir-bir artırıram. 46-nı yoxlayıram bu dəfə. 46-nı 3-ə 46 alına bilməsi üçün A-nın qiyməti mən gərək 2-nin üstünə 44 gələm. 44 3-ə bölünürmü? Bölünmür. Deməli, bu da deyil. O zaman 47-ni yoxlayaq. 47 necə alına bilər bəs? A-nın üstünə, yəni A nədir? 2. 2-nin üstünə 45 gəlsəm, 47 eləyər. Bəs bu alınırmı? 45-i 3-ə bölsəm 15 eləyəcək. Tam düşür. Belə çıxır ki, 2-nin üstünə 3 gələ-gələ gedib 47 ala bilirəm. 2-nin üstünə 3 gələ-gələ gedib elə birbaşa 47-ni alıram. Yəni nə 45-i almıram, nə 46-nı almıram, birbaşa 47-ni alıram. Belə çıxır ki, buranın qiyməti 47 olan kimi mənim alqoritm bitəcək. Buranın qiymətinin 47 ola bilməsi üçün, alqoritm bitə bilməsi üçün mən neçə dəfə dövr eləyirəm? Düz 15 dəfə dövr eləyirəm, düzdürmü? Bəs bu 15 dəfə dövr eləmək nə deməkdir? Görürsüz, hər dəfə mən bu addımdan keçib, sonra bu addıma gəlirəm. Yəni, buranın 15 dəfə dövr elədiyi kimi, həmçinin bura da 15 dəfə dövr eləyir. Bəs bu nə deməkdir? Düz E'nin başlanğıc qiyməti hər nə olubsa da, mən ondan düz 15 dəfə 8 qiymətini çıxıram, yekunda gəlib bax bu qiyməti alıram. Gəl baxaq indi. Mən E'nin başlanğıc qiymətinin olduğunu bilmirəm, düzdürmü? Bundan 15 dəfə 8 çıxmışam. 15 vur 8 çıxmışam. Yekunda nə almışam bəs? Yekunda 8 almışam. İndi 15-i 8-ə vursaq, eləyəcək 120. N çıxılsın 120 bərabərdir 8-ə. N də bərabərdir 128. Yəni, sualın doğru cavabı olacaq Y variantı. Sən deməyinin başlanğıc qiyməti 128 olubmuş.
Alqoritmin xassələrinə aid deyil. Normalda cəmi bir sual salırdılar alqoritmdən. Bu il artıq 2 sual salıblar. Xassələrinə aiddir. Faydalılıq, qiymətli, adekvatlıq və aktuallıq informasiyanın xassələrinə aiddir. Müəyyənlik və ya deterministlik dediyimiz xassə isə alqoritmin xassəsidir. Doğru fayl adlarını müəyyən edin. Demək, 2 düz ola bilməz, çünki faylın adında böyük-kiçik işarəsinə icazə verilmir. 6 düz ola bilməz, çünki ara kəsməyə icazə verilmir. 3 düz ola bilməz, çünki ulduza icazə verilmir. Bunlar ən belə deyək ki, yadda qalanlardır. Beləliklə 2, 3 və 6 sualın doğru cavablarının içərisində yoxdur. Yəni 2, 3, 6-nı atdıq. Bunlar doğru cavabların içində ola bilməzlər. Beləliklə burada sualımızın doğru cavabı olacaq 1, 4, 5, 7. Daha sonra gəldik ribbon interfeysi, yəni lent təqdimatın hansı görünüş rejimində görünmür? Təqdimatın reading view görünüş rejiminə keçəndə yuxarıda lent interfeysi görünmür. Baxın view lent tabına keçirik. View lent tabına reading viewda yuxarıda lent interfeysi yoxa çıxır. Daha sonra keçdik növbəti suala. Uyğunluğu müəyyən edin. Onluq say sistemindən 16-lıq say sisteminə keçdiyimiz çox rahat, sadə bir sual tipidir. Baxaq. 195 onluqda verilib 16-lıq say sisteminə keçə bilmək üçün 195-i 16-ya bölmək lazımdır. 195-i 16-ya böləndə 12 dəfə düşür. 3 qalıq qalır. 12 nə deməkdir bəs? 12 C deməkdir. Yəni C3. 1-ə uyğun gəlir A variantı. Sadəcə cavablarını deyəcəm. 1-ə uyğun gəlir A variantı. 2-də uyğun gələcək B variantı, yəni 1, 7, 7, 16-lıq say sistemində. 3-cüyə uyğun gələcək Y variantı, yəni 1BA 16-lıq say sistemində. Burada sualın doğru cavabı olacaq B variantı. Bu arada bu sualların geniş izahını ayrıca çəkəcəm. 38. Kitab.doc faylı C informatika nəzəriyyə qovluğunda yerləşir. Gəlib informatika qovluğunda praktika ad qovluğunu yaradırlar. Və həmin faylı, yəni kitab.doc faylını yeni yaradılmış alt qovluğa, yəni praktika alt qovluğuna daşıyırlar. Bundan sonra faylın tam adı necə olar? Baxın, əgər mən nəzəriyyədə idim və geri qayıdıram informatikaya, qərar verirəm ki, mən burada yeni bir alt qovluq yaradacağam. Əgər belə bir qərar vermişəmsə, artıq nəzəriyyə burada görünmür. Çünki mən geri qayıtmışam. Yəni, mən geri qayıtdığım təqdirdə o axtarış bölməsində nəzəriyyəni görməyəcəm, o şeyi görməyəcəm. Bunu mən hər dəfə deyirəm. Baxın, mən hal-hazırda, bax, burada bir dənə fikir verin. D downloads yazıb, düzdürmü? Mən qərar verirəm ki, qoy mən bir addım tutan, yaxşı, D downloads-un içində buradan bir şey açım. İndi baxın. C user Samra desktop tematiklər. İndi mən geri qayıdıram, deyirəm ki, desktopda qoy mən başqa bir şey yaradım. Görün, indi tematik qalacaq orada. Qalmadı ki, tematik sözünü görmədiniz ki. Deməli, mən əgər geri qayıtmışam, bir şeylərə qərar vermişəm ki, mən geri qayıdıb bir şey edəcəm, da buradakı yoxdur. Yenidən bir addım irəli gedirəm desə, hə, olardı. Amma hal-hazırda nəzəriyyə artıq yoxdur. Deməli, hal-hazırda C informatika var qarşımda. Mən C informatikanın içində praktikanı yaradıram. Hal-hazırda C informatika praktikanı görürəm. Sonra gedirəm kitab.doc-u gətirirəm, praktikanın içərisinə qoyuram. Artıq burada nəzəriyyədən söhbət gedə bilməz. Nəzəriyyə getdi işinə. Bayaq oradaydı, indi orada deyil kitab artıq. Bugündən sonra praktikanın içindədir. Yəni, durum belədir. C informatika praktika kitab.doc, yəni C variantı. Körpü nədir? Hər dəfə təkrarladığım müxtəlif topologiyalar körpüsü. Əgər söhbət müxtəlif topologiya sözündən gedirsə, sualın doğru cavabı olacaq körpü, yəni bridge. 40-cı sualdayız. Aşağıda göstərilənlər hansı lent tabının hansı düyməsinə aiddir? Daha doğrusu lent tabının hansı düyməsinə aiddir? Ballet, yəni nişanlı siyahı yaratmaq üçün istifadə etdiyimiz bir bölmədir. Home lent tabının paragraf lent qrupunun tərkibindəki və elə buradan baxanda bilinir. Nişanlılar, bax buradan da baxanda görünür ki, bu olacaq C variantı bizim sualımızın doğru cavab variantı. Beləliklə, bunun sürətli izahını başa çatdırdıq. Geniş izahını növbəti günlərdə